Bugün 12 Mart 2026-cı ildir. Deməli, Dubaydakı vəziyyət həqiqətən də günü-gündən gərginləşir. Bəzən yalan xəbərlər yayılır, köhnə videolar yeni adla paylaşılır və burada olan xırda zərərləri daha şişirdilmiş, daha böyüdülmüş formada göstərilir və bu da insanları narahat edir. Lakin yenə də dünən, ondan əvvəlki gündə, dünən təbii ki, çox şiddətli oldu, bir neçə yer vuruldu. Dünənə qədər bu 12 gün ərzində, 13 gün ərzində belə güclü, şiddətli bir partlayış eşitməmişdim və hətta dronlardan biri sanki elə bildim ki, indi gəlib bu dəqiqə şüşədən girəcək içəri, o qədər yaxından uçurdu. Yəni onu demək istəyirəm ki, hal-hazırda nisbi sakitçilikdir. İnsanlar öz həyatlarına normal şəkildə davam edirlər. Bunun yanı sıra da vəziyyət o qədər də yaxşı deyil. Mən burada yaşayan birisi olaraq buradan təbii ki, getmək fikrim yoxdur. Hər şey qaydasındadır və sizə də məsləhət bilirəm ki, bəzi televiziya verilişlərində, xəbərlərdə, bəzi yalançı sosial media səhifələrində gördüyünüz abartılmış videolara inanmayın və bir-birinizlə paylaşmayın belə videoları, insanları panikaya salmayın.